funksiyanın qrafiki verilmişdi. A nöqtəsinin koordinatlarını tapın. Dedik ki, x oxun kəsirsə, deməli ki, burada y sıfırdır. Onda bunu yazırıq belə. 0 bərabərdir. X kvadratı çıxılsın 4 bölünsün. X kvadratı plus 2. Və bəli, biz istəsək də onsuz da burada bu ifadədə məxrəc sıfır ola bilmir. Çünki kvadratik müsbətdir və üzərinə 2 gəlib bu sıfır ola bilməz. Onda deməli biz ancaq bunu həll edirik də. X kvadrat çıxılsın 4 bərabərdir sıfıra. X minus 2, x plus 2 bərabərdir sıfıra. Deməli, A nöqtəsinin koordinatı nə olmalıdır onda? A-nın nöqtəsi koordinatı müsbət olduğu üçün müsbət 2-ni götürürük. Çünki 2 dənə cavabımız var. X bərabərdir 2 və x bərabərdir mənfi 2-dir. Bu A nöqtəsi müsbət tərəfdə olduğu üçün bu müsbət 2-dir. Digər tərəfdə olan da mənfi 2-dir. Bu y-i kəsdiyi yer haradır? Bunu necə tapa bilərik? Bunu da belə tapa bilərik. X-ə 0 verərəmsə, burada 0 olmuş olur, burada 0 olmuş olur. Mənfi 4-ü müsbət 2-yə böləndə mənfi 2 olmuş olur. Buranın da koordinatını istəsək, bunu da tapa bilərik.